Sən hələ də elə düşünürsən ki, səni kimsə aldadır, manipulyasiya edir, irəli getməyinə mane olur. Düzdür. Amma bunu edən konkret insanlar deyil. Sənin cahilliyindir. Dünyada iki növ insan var. Bilənlər və yönləndirilənlər. Bilməyən insan öz iradəsi ilə yaşamır. Sadəcə başqalarının planını icra edir. Seçim etdiyini zənn edir, amma o seçim çoxdan onun yerinə edilib. İnsanların çoxu mübarizəyə silahsız gedir. Bədənləri var, amma beyinləri yuxudadır. Sözləri var, amma təsiri yoxdur. Danışırlar, amma fakt bilmirlər. Etiraz edirlər, amma əsası yoxdur. Və ən təhlükəli olan, öz cahilliklərini fərqində deyirlər. Bax, belələri həmişə məğlub olur. Sonra da sual verirlər. Niyə həyat məni seçmədi? Həyat səni seçmir, çünki həyat hazır olanı seçir.